Rusiya ordusunda və Z-blogerlər arasında xeyli vaxtdır ki, kreditlə qələbə adlı bir anlayış meydana çıxıb. Bu o deməkdir ki, əvvəlcə yerlərdəki komandirlər raport, mükafat, orden xatirinə bir yaşayış məntəqəsinin güya işğal edildiyi barədə baş qərargaha, oradan da baş qərargah rəisi Valeri Gerasimov Vladimir Putinə məruz edir. Putin də çıxıb fəxrlə bu qələbəni qeyd eləyərək qərbə və dünyaya meydan oxuyur. Əslində isə həmin yaşayış məntəqəsi kənd, qəsəbə, şəhər hələ işğal olunmayıb. Ya onun uğrunda döyüşlər gedir, ya da orada tərəflərin heç birinin tam nəzarətində olmayan boz zonadır. Bundan sonra isə Rus komandirlər artıq elan olunmuş, əslində isə kreditə götürülmüş qələbəni təmin eləmək üçün nə yolla olur olsun əskərləri ət maşınına göndərməklə həmin məntəqələri işğal etməyə çalışırlar. Bu da daha böyük itkilərə səbəb olur. İndi həmin mənzərə Xarkov vilayətinin Kupyansk şəhəri ətrafında müşahidə olunur. Şəhər 2022-ci ilin əvvəlində bir dəfə işğal edilib, lakin həmin ilin payızında Ukraynanın əks-hücum kampaniyası zamanı azad olunub. Son bir aya yaxın müddətdə isə şəxsən Vladimir Putin bir neçə dəfə Kupyanskın Rusların tam nəzarətində olduğunu bəyan edib. Lakin Ukrayna prezidenti Volodymyr Zelenskinin dünən Kupyanska getməsi, oradan da video və bəyanat yayımlaması Kremli yumuşaq desək mat qoyub. Bugün Kupyansk istiqamətində Ukrayna üçün bütün tapşırıqları yerinə yetirən əskərlərimizin yanındayam. Ruslar Kupyansk barədə çox danışırdılar, amma reallıq ortadadır. Bölmələrimizi ziyarət edib onları təbrik elədim. Burada döyüşən hər kəsə təşəkkür edirəm. Müstəqil ekspertlərin bildirdiyinə görə Zelenskinin video paylaşdığı nöqtə Kupyanskın tam girəcəyindədir və bu nöqtədən təxminən 1.5-2 kilometr məsafədə şəhərin içində mühasirəyə salınan Rus hərbi bölmələri ilə döyüşlər gedir. Putin hələ ötən ayın sonunda Qırğızistanda keçirilən sammitdə mikrofonlar qarşısında özündən razı, yekəxana tərzdə bəyan eləmişdi ki, Kupyansk tamamilə Rusiyanın nəzarətindədir. Bildiyimiz kimi, oradakı düşmən qüvvələri tamamilə məhv edilib, şəhər tamamilə bizim əlimizdədir və Oskol çayının sol sahilində daha 15 batalyon, 3500 nəfərlik heyət mühasirədədir. Bəzi komandirlərimiz həmin ərazidəki Ukrayna silahlı qüvvələrinin əskərlərinin artıq bomb kimi göründüyünü deyirlər. Bu zarafat deyil. Təsəvvür edirsiniz, orada 3500 nəfər var. Oraya pilotsuz təyyarə ilə yemək, köhnəlmiş forma və sursat atmaq bu ümumiyyətlə mümkün deyil. Bilmirəm, həftələrdir ki, bu vəziyyətdədirlər. İndi demək olar ki, karantindədirlər. Bütün bunlar təkcə xarici yox, daxili auditoriyanın da gözündə Putin üçün biabırçılıqdır. Təkcə Putinə yox, həm də Ukraynanı hər imkanda təkləməyə və kapitulyasiyaya məcbur etməyə çalışan Trampa tərs şillədir.